Bugün Çin'le Moğolistan savaşacaq. Çin Moğolistan Çin'ə bir də məktub göndərdi. Və məktubu belə yazırdı. Bütün Çinlilərə deyirik. Bütün Çində yaşayan Monqollara Moğolistan'a gətirilməsini istəyirik. Çin prezidenti bunu qəbul etsin yazırdı. Çin isə bu məktuba sinirlənib Moğolistan'a savaşacaq. Və Çinlər Ömrəqə əyalətini aldı. Yox gəldi və Moğolistan paytaxtına qədər satmağı başardı. Moğolistan da nə edəcəyini bilmirdi. Və öz topraklarını geri almağı başardı. Çinin paytaxtı düşmək üzrəydi. Çin isə paytaxtın düşməsindən qorxurdu. Ana olsa düşsün başqa paytaxta daşıyacaq. Moğolistan düşmək üzrəydi. Edirne şəhərinə qədər gəlməyə başlamış və Bulqan şəhərini almağa başardı. Və Moğolistan da Bayandxongor əyalətini almağı geri almaqla bitirdi. Ondan sonra Danazad, Sayınşan və əvvəlki topraklarını geri almağı topladım və topraklarını geridən almağa başladı. Çin isə paytaxta satmaq zorundaydı. Öncə göğsünü bölgüləyib qalan toprakları aldı. Daha dələnə başladı. Gah buradan, gah oradan. Moğolistan ise ne yeri bilmirdi. Moğolistan da büyük bir tane toprak almaya başladı. Gah ora ve Çin'in güzel yerlerine satmaya başladı. Ortalık karmaşık oldu. Rusya buna son verileceğini dedi. Ve ikisine de aynı mektup yazırdı. Böyle yazırdı. Moğolistan prezidenti və Çinin prezidenti sizə səslənirəm. Zaten olsa bu savaşı da qurtarın. Elə yazırdı. Və Moğolistanla Çin bu savaşı qurtarmaq məcburiyyətinə qaldılar. Anlaşma böyle oldu. 1. Ve Moğolistan'da və Çində yaşayan Monqollar Moğolistanın hakimiyyətinə girdi. Beləliklə savaş bitdi.